Ötən mövsümü ölkə çempionatında ikinci pillədə tamamlayan Zirə yay təlim məşq toplanışına start verib. Komanda mərhələli şəkildə UEFA Konferans Liqasında, həm də Misli Premyer Liqasında yeni mövsümə hazırlıqlarını davam etdirir. Bakıdakı ilk məşqlər iyunun 14-dən etibarən Zirə Olimpiya İdman kompleksində başlayıb. Hazırlığın ilk mərhələsi iyulun 5-nədək davam edəcək. Bu müddət ərzində Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bir yoxlama oyunu keçirəcək. Qarşılaşma iyunun 30-da Qarabağa qarşı baş tutacaq. Hazırlığın növbəti mərhələsi isə Türkiyədə planlaşdırılıb. İyulun 5-dən 17-sinədək orada reallaşacaq təlim məşq toplanışı çərçivəsində Qartallar 4 yoxlama oyunu keçirməyi nəzərdə tutur. Bu görüşlər iyulun 8-i, 12-si və 16-sında təşkil olunacaq. Rəqiblərin adları yaxın günlərdə açıqlanacaq. Zirənin baş məşqçisi Rəşad Sadıqov komandasının UEFA Konferans Liqasındakı hədəflərindən bəhs edib. Biz nə qədər imkan varsa, o qədər də uğurlu çıxış eləmək istəyirik və İlk baxışdan baxdıqda çox ciddi rəqiblər gözləyir bizi, ehtimal olunan rəqiblər, amma biz istəyirik ki, ən azı play-off'a gedək, qruplara düşək, amma bunu hər şey zaman göstərəcək. 43 yaşlı mütəxəssis yay hazırlıqları ilə yanaşı heyətdəki dəyişikliklər, klubdan ayrılan futbolçular və yeni transferlər barədə də fikirlərini bölüşüb. Bəzi futbolçularımıza təklif var, bəzi futbolçularımız transferə çıxarmışıq, bilirsiniz. Komandadan ayrılmaq istəyən futbolçular var, komandadan biz göndərdiyimiz futbolçular var və yeni gələn futbolçular var. Ümumən bu proses tam istədiyim və düşündüyüm kimi keçmir. Bu biraz bizə mane olur, amma inşallah düşünürəm Allahın izni ilə öhdəsindən gələ biləcək və lazım olan vaxtda iyulun 24-ünə komandamız tam hazır olacaq inşallah. Qeyd edək ki, Zirənin UEFA Konferans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibinin adına bugün aydınlıq gələcək. Püşkatma saat 16-dan etibarən CBC Sportla canlı yayımlanacaq.